Qız yükdür. Nə qədər tez versən, o qədər yaxşıdır. Bu sözləri hər gün anam evdə deyirdi. Artıq mənim 14 yaşım var idi. Anam qara bağlayıb otururdu ki, bəs hamının qızı getdi, mənim qızım evdə qaldı. Çünki bizə qızlara 13 yaşdan elçi gəlib, ən geci 16 yaşa qədər ərə gedirlər. 20 yaşına kimi hələ ərə getmirsə, deməli o qız evdə qalıb. Ona ancaq dul, boşanmış belə insanlar elçi gəlir. Mən ümumiyyətlə evlilik barədə fikirləşmirdim, çünki mən uşaq idim və arzum da həkim olmaq idi. Bir gün məktəbdən gələndə gördüm ki, evimizdə şənlikdir, gülüşmə səslər gəlir. Anam da çox... Mən içəri girən kimi anam dedi ki, qızım gəl otur yanımızda, bu da sənin qaynanan, biz səni verdik. O gün mənim qara günlərimin başlanğıcı idi. Çünki bilirdim ki, bundan sonrası daha pis olacaq. Məni ərə verdikləri oğlanın isə 25 yaşı var idi. Elçilikdən sonra məni ümumiyyətlə daha məktəbə qoymadılar. Nə qədər ağlasam da, yalvarsam da, dedilər artıq məktəb yoxdur sənin üçün. Bundan sonra sən artıq gəlinsən. Bu sözləri lirikdən Nubar xanım yazıb. Həyat hekayəsi uzundur. Ona görə də videonu 2 hissəyə böləcəm. Bu part 1-dir. Part 2-də isə evlənəndən sonra başına nə gəlib, onları danışacağam.